Oktyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az seçkinli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunun nisbi rütubət isə gecə 80-85%, gündüz 55-60% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 23-28 dərəcə isti. Dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.